Mən Əziz və yeni videomuza xoş gəlmişsiniz. Bugünkü avtomobilimiz Hyundai Santa Fe'dir. Məlumat verdim maşın haqqında. İli neçədir? 2016'dır. 2016. 2 motor dizel. 2 motor Yürüyüş dizel. 200 bin. 200 min də yürüşdür. Panorama lüklandır. Salonu isə dəri salondur. Sərgəli vəziyyətdədir. Sökük falan yoxdur. Motorunda korpasının problemi yoxdur ki? Yoxdur. Bunlarda bir dənə 200 bin olanda motorun sepi dəyişir. Vəssalam, maşında belə problem yox. Bir də patpresində belə balaca çatla gəlib. O da qiymətdən. Ha, bu qara plyonkalı olub, alanda görünməyib. Gəldik burada gömrükdə plyonkası sırasında gördük ki, çatmır. Qalan, qiymətdən çıxacaq hamısı. Belə yəni heç bir vuruqdur, udardır, dəyişən detal, heç bir şey yoxdur. Harada istəyirlər yoxlatdırsınlar. Peredoku təzə, təkərlərinə qədər hamısı təzədir. Al sür maşındır. Əlaqə nömrəsini deyərsiniz? 055 253 60 78. 60-78. Sözdən çəkək. Sonra isə qiymətini bilərik. Arkada sizin qızdırıcı da var. 4 dənə təzə təkər var maşın altında. Maşının qiyməti neçə deyir? 32 yarıma deyirəm, alan adamla razılaşmaq olar. Qiyməti 32 Endirmə yarım olacaq. deyilir. Realcı olsa ondan da razılaşmaq olar. 203 min olan Hyundai Sonata. Belə bir salonu var. Çexol qoyulub. Sağ rəngdə yığdırılıb. 300 motordur. İl neçədir? 2006. Belə bir də monitor qoyulub. Lüku da var. İşlər vəziyyətdədir. Təzə təkərlər var, düzdür? Ətrafı məlumat verdi. İl neçədir? 2006. Nömrəsizdir də, daha doğru tek pasport. Dəyişən detal olub. Yox, dəyişən detal yoxdur. Üzdən üzə kraska dəyib. Bəs vuruq olub. Yox, budar söhbəti yoxdur. Axırda vurğu cızığı ola bilər. Motorda korporasiya problemi Heç bir problemi yoxdur. Harada istəsəniz yoxlatdıra bilərsiniz. Birinci günə 30 maşın. Bəli, bəli. Əlaqə nömrəsini deyərsiniz. Əlaqə nömrəsi 055 644 4004. 40-dır. Bəli. Qiymət neçədir? Qiyməti 11 minə deyirəm, razılaşmaq olar. 11 minə sahibi qiymətini deyir, qiymətdə də razılaşmaq olar. Harada baxa bilərdim maşına? Maşına 20 yan var da. Maşına 20 yanında baxa bilərsiniz. Ekologiya postunda da baxa bilərsiniz. Toplam gün ərzində oldu. Növbəti bir Hyundai Santa Fe. Məlumat verdik. İl neçədir? 2013. 2013. Servis. Tam full versiyası. Lüku var. Panorama lükdur. Dəri salondur. Yürüyüş neçədir? 239 bin orijinal. 239 min orijinal yürüyüşdür. Motoru neçə idi? 2.4. Birinci gündə nə xərc var maşına? Motorun korpası yaxşıdır. Heç bir şey xərci yox, tərtəmiz. 30 maşın. Dəyişən detal olub. Vuruğu da yox. Qiymət neçə deyirsiniz? 3 dənə detalında kraska var. Qiyməti də 26 min manat. 26 min manat qiyməti deyilir. Qiymətdə də razılaşma var, düzdür? Əlaqə nömrəsini deyərsiniz? 055 788 33 10. 33 10.
videoda sizə Hyundai i30 təqdim etmək istəyirəm. Salonu vəziyyəti parça salondur. 192 mində yürüşdür. Sürətlər qutuda mexanika. İli neçədir? 2008 ilidir. 1.4 motordur. Maşının dəyişini salıb. Bəs vuruğu darı. Kraskası var kısa. Kusok kraskası var amma vuruğu darı olmuyor. 4 dənə təzə təkər var maşın altında. Tertemizdir. Əlaqə nömrəsini deyirsiniz? 051 055 662 662 95 54. Qiymət 11800. Birinci gün heç xərci yoxdur, oturur maşın. Motor karkası kansi işdə vəziyyətdədir. Dostlar, növbəti bir Hyundai Sonata. Salonu dəri salondur. Lüku da var, panorama lükdur. Yürüyüş neçədir? 275 mində yürüyüşdür. Məlumat verdik ətraflı. 2.4 motor, 2011. İli 2011. 17 min də qiyməti. 17 min qiymətidir. Razılaşma olar. Bəli, Razılaşma olar qiymətdə. əlbəttə ki. Əlaqə nömrəsini deyirsiniz? 055 339 87 39. 87 39. Birinci gün heç bir xərci yoxdur ki, birinci Heç gün. bir xərci yoxdur. Heç problem maşın. Dəyişin detallı, Xeyr, xeyr. vuruğu da var. Heç. Nömrəsi üstündə verilir də. Bəli, bəli. Belə bir Kia göstərmək istəyirəm sizə. Yürüyüş neçədir? Bax elədir. Salonun vəziyyəti belədir. Qara dəri salondur. Yürüyüşü 162 mindir. Lüku da var, işdə vəziyyətdədir. İli 2013'dür. Motor. 2 motor. Birinci gün nə xərci var? Dəyişdir. Vində qabaq kapotla gəlir, orijinal kapot verilir. Özünün orijinal kapotu verilir. Burada heç bir problem yoxdur. Hər bütün asfaltlara dayanır. Kansiyon işdə vəziyyətdədir. Kansiyon hamısı, hər şey iş yapılır. Əlaqə nömrəsi deyəsiniz? 050 300 47 96. 47-96. Bir də qiymət? Qiymət 18 18.700 deyilir. Real olsa qiymətlər alışma olur. Növbəti bir Hyundai Sonata. 253 min yürüşdür. Dəri salondur, lüku var. İşdə vəziyyətdədir.
İli neçədir? 2009. İli 2009-dur. Dəyişən neçə olub? Heç bir detal dəyişim detal yox. Motor neçədir? Motor 2.4. 2.4. Motorunda karkasının problemi var. Heç bir problem yox. Bugünkü günə heç bir xərci yox. Əlaqə nömrəsini deyərsiniz. Əlaqə nömrəsi. Yani əlaqə nömrəsini deyirəm. 055 055 251 251 11 11 71. 11 71. Motor karkası heç bir xərci problemi yoxdur. 30 maşın düzdür. Qiymət istəyirsiniz. 13 yarıma deyirəm. 13 yarım qiyməti. Bir avtomobil Toyota Prius. Salonu vəziyyəti səliqəli vəziyyətdədir. Namı fərqlədir. İl neçədir? 2007 bir detal dəyişik. İl 2007-dir, bir detal dəyişilib. Bir detal dəyişik. ABS motor, batareyka, motor nömrəsinə qədər qaydasında. Hər şey idealdır. Düzdür. Bəli, hamısı ideal. Bir dənə kosmetik işləri var, o da göz qabağı. Kosmetik işlər var, o da göz qabağındadır. Prius barədə fikrinizi də bildirin kommentdə. Qiymət neçə deyirsiniz? 9500. Qiyməti 9500 sondur. ABS, batareyka hamısı ideal. Motor yanmıyor ki? nömrəsinə qədər. Yox, heç bir problem yoxdur. Əlaqə nömrəsini yazsınız. 599 055 ilə. 08 08. 0808. $9.000 yürüyüşlə sizə Chevrolet Plus təqdim edeyim. Sərgəli salonu var, dəri salondur. Luku da var, işlər vəziyyətdədir. Dörd dənə təzə təkərləri var. Qaplandırın qabasınız. İl neçədir mi? 11. 2011. Dəyişiklik falan olub? Yox. Dəyişiklik falan olub. Vuruqlar bəs? Əlaqə nömrəsini deyərsiniz? Əlaqə nömrəsi. 077 314 23 2311. Qiymət? 11.000-ə deyirəm. 11.000-ə deyirsiniz. Razılaşma var. Olar. Razılaşma. Maşının motoru karkasını Hamısı ideal vəziyyətdə. Başqa bir problemsiz. Salıq servis maşını var. Sizlərə belə bir Nissan Pathfinder göstəreyim. Maşın tank kimidir. Yürüyüş neçədir? Yürüyüş. 25.000 yürüyüşdür. Dəri salondur, luku da var, işlər vəziyyətdədir. 2008. Qiyməti 19.000 yarımdır. İli 2008-dir. Kommentdə fikrinizi yazın. Necə maşındır? Kanala da abunə olmaq yaddan çıxmasın. Motoru karkası necədir? 4 motordur. Motor korobka əla roz kimi, harda istəsəz yoxlatdıra bilərsiniz. Ötürücü tamdır. Əlavə də o Euro 4 qaz qurlaşdırılır. 8 manat pollu baxına 170 km qət edir. Bugünkü heç bir xərci yoxdur, düzü. Necə? Heç bir xərci yoxdur. Yox, heç bir xərci yox. Dəyişincə olub bəs. Heç bir xərci yoxdur. Hamısı sənəti zadı, hər şey qaydasındadır. Qiymət 19 yarım. 19 yarım. Razılaşma var. Olar. Bir əlaqə nömrəsi. 050
273 79 72 79 72. 050 273 79 72. Kanala abunə olmaq, bizə dəstək olmağı unutmayın. Zəhmət olmasa. Biz də sizin üçün gəlib burada əziyyət çəkib maşına götürmək istəyirik. Və kommentdə yazın, növbəti videolarda hansı avtomobil görmək istəyirsiniz. Növbəti bir Toyota Prius. Yanı söyə bilərik. İl neçədir? 2008 2008. Elmə dəri salma. Motor karabka ABS-idir ya. 4-dən 6 metrə təkəri. Otursun maşın, yəni milyon kosmetik işləri. Bu qiymət hansıdır? Qiyməti 94, 9400. 9400. Razılaşmalar Son. sondur. Aha. Kondision işlə vəziyyətdədir. Buz kimi vurur. Batareykalar necə? Bakın nömrəsi 055 979 56 39. 56 39. Antika paylaşım bazarından beləsindən yoxdur. Dostlar, Audi 333 min yürüşdür. Dəri salondur, luku da var, işlə vəziyyətdədir. Məlumat verə bilərik. 2008. 2008. 2008 1.8 turbo. Ha? Motor sür. 30 sür maşını. Dəyişin də olur. Yox, Yoruq da. yox. Motor neçədir? 1.8 turbo. 1.8 turbo. Problem yoxdur ki. Yox. Hava gülməsin deyəsiniz. 1050 598 47 47 87. Qiymət 12800. 12800. Razılaşmalar. İnşallah. Niyə belə ucuz? Bazar zəif. Zəifçilik. Dostlar, növbəti bir Hyundai Elantra göstərir sizə. Məlumat verə bilərik. İl neçədir? 2018. 2018. Motor 2 sadə. 2 sadə motor. Motorunda problem yoxdur ki. Heç bir yerində problem yox. Yağ yemir. Heç bir problem yox. Hava gülməsin deyərsiniz. 051 594 32 34. 32 34. Nəysə. Maşının dəyişiniz olub. Bir dənə sol qapısı, sağ arxa qapı. Sağ arka qapı. Bəs vuruq da. Yoxdur başqa bir şey. Yox. Dörd dənə tez təkərlər var maşın altında. Bu isə 2 sadə motorun. Qiyməti neçə oldu? Nətəri? Qiymət. Qiyməti 22-yə deyirəm. 21 yarıma sataram. 22 yarıma satarsınız. Yox, 21 yarıma sataram. 21 yarıma sondur. Ha, son 21 20 yarım sondur.